Salam dostlar, Nadir Yus YouTube kanalıma xoş gəldiniz. Bu videomuzda natural ədədlər dərsində rəqəmlərə birlikdə baxacağıq. Başlayaq. Rəqəmlər ədədləri yazmaq üçün istifadə olunan simvollardır. Rəqəmlərimiz 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9-dan ibarətdir. Rəqəmlərimizin sayı 10-dur. Rəqəmlərin sayı 10 olduğuna görə istifadə etdiyimiz say sisteminə onluq say sistemi denir. Bəs başqa say sistemi varmı? Yəni 2-lik, 3-lük, 4-lük, 16-lıq vardır. Misal bu şəkildə verim. Tutaq ki, 2-lik say sistemi 0 və 1-dən ibarətdir. Niyə? Çünki 2 dənə rəqəm vardır. 3-lük say sistemində 0, 1, 2 olacaqdır. Yəni neçəli say sistemi dedikdə o qədər rəqəm vardır deməkdir. İndi ikili say sistemində, yəni 0 və 1-dən ibarətdir də burada. Bəs burada biz 4-ü, 5-i, 6-nı yaza bilərikmi? Yaza bilərik. Necə yazacağıq? Bu şəkildə. İkili say sistemində 0, 0-dır. 1, 1-dir. Yəni bu onluq say sisteminə görə 0, bu onluq say sisteminə görə 1-dir. Bəs 2-ni necə yazacağıq? Bu şəkildə. 1 və 0. Bu, onluq say sisteminə görə artıq 2 olacaqdır. 1, 1 yazsaq, ikili say sisteminə görə, bu onluq say sisteminə görə 3 olacaqdır. Bu şəkildə 1, 1-dən sonra artıq burası qutardı, elə deyil. Yəni 1, 0, 0 şəklində yazdığımızda burası artıq 4 olacaqdır. Davam edirəm. 1, 0, 1, yəni 101 onluq say sisteminə görə 5-dir. 1, 1 və 0, yəni bundan böyükdür. Artıq biz burada 110 bizim onluq say sisteminə görə 6 olacaqdır. Davam edirəm. 1, 1, 1 bizim onluq say sisteminə görə 7 olacaqdır. Bəs bu say sistemləri arasında bir-birinə keçid edə bilirikmi? Biz hardan biləcəyik ki, bu 1, 1, 1, 7-yə bərabərdir? Və yaxud 7-ni necə biz bu hala çevirə bilərik? Bunu da çevirə bilirik. Necə çeviririk? Gəlin ikili say sistemini onluq say sisteminə çevirəyin. Onu da yazıram. Misal üçün, baxın, burada 1, 1, 1 dedik ki, 7-yə bərabərdir. İndi 1, 1, 1 şəklində yazıram. Və altından 2-nin qüvvətləri şəklində yazıram. Baxın, burada 2 üstü 0, 2 üstü 1, 2 üstü 2 şəklində. Baxın, bunu əgər burada bir dənə də 1 varsa, 2 üstü altından 2 üstü 3 yazacaqdım. Davam edirəm. İndi burada bərabər deyirəm. 2 üstü 0 nəyə bərabərdir? 2-yə. 1-ə. 2 üstü 1, 2-yə bərabərdir. 2 üstü 2, 4-ə bərabərdir. İndi biz buradan, baxın, bu 1-i bu 1-ə vuracağıq. 1. Təkrar bu 2-ni bu 1-ə vuracağıq. Üstə gəlinsin deyirəm, 2. Təkrar üstə gəlsin. Bu 4-ü bu 1-ə vuracağıq. 4-ü də 1-ə vurduğumda 4. Topladığımda bərabər olacaqdır 7-yə. Buradan biz bu düsturla ikili say sistemini onluq say sisteminə çevirdik. Bəs biz 7-ni təkrar bu hala necə çevirə bilərik? Onu da ki 2-yə bölərəkdən. Yəni 7 bölünsün 2 deyirəm. Böldüyümdə 3 düşür, 1 qalıq qalır. Bu şəkildə göstərim. Təkrar 3-ü 2-yə bölürəm. 3-ü 2-yə böldüm. 1 düşdü, 1 qalıq qaldı. Bu şəkildə qalığı göstərim. Təkrar 1-i 2-yə böldüyümdə 0 düşəcəkdir, 1 qalıq qalacaqdır. Dostlar, baxın, bu istiqamətdə sırayla yazıram. 1, birinci qalımız budur. İkinci qalımız budur. Üçüncü qalımız budur. Gördünüz, 7-ni 2-yə bölərəkdən qalıqları bu sırada ard-arda yazaraq biz 7-ni ikili say sisteminə çevirdik. Yəni, ikili say sistemində bu 7 olaraq oxunur. Artıq burada, baxın, bir də belə bir şey diqqət edin. İkili say sistemində 7 bir ədəddir, yəni rəqəm deyildir. Çünki ikili say sistemindəki rəqəmlərimiz nələrdir? 0 və 1-dir. Dostlar, indi bu ikili say sistemi deyirik, 3-lü, 5-li, 10-luq say sistemi deyirik. Bizim istifadə etdiyimiz onluq say sistemidir. Yəni 0-dan 9-a qədər. Bəs bunlar nədir belə? Hamısı bir yerdə, yəni 16-lıq say sistemi var, 60-lıq say sistemi. Bunlar nədir? Bunlar mövqeli say sistemidir. Mövqeli burada yazıram. Mövqeli say sistemi.
Bəs başqa bir say sistemi varmı? Vardır. Adı da ki, mövqesiz say sistemidir. Adı mövqesiz say sistemi. Mövqesiz say sistemi nədir? Bəs köhnə Rum rəqəmləri, yəni bu 1-dir, bu 2-dir, bu 3-dür, bu məsəl üçün 5-dir və s. bu şəkildə 10-dur. Bunlara mövqesiz say sistemidir. Buradakı amac, niyə bunu mövqeli deyirlər, niyə buna mövqesiz deyirlər? Amac budur. Baxın, tutaq ki, 2, 2, 2 yazdım. Buradakı 2-nin mövqeyinə görə bir yeri var, mərtəbəsi var. Bu 2 nədir? 2-dir. Bəs bu 2 nədir? Artıq bu 2 rolunu oynamır. Nə rolunu oynayır? Bu artıq bir 20-dir. Yəni 20 və bu 2 olacaqdır. Digərinin mərtəbəsi artıq 200 olacaqdır. Yəni mərtəbələrə görədir. Buna da ki, mövqeli say sistemi deyirik. Mövqesiz say sistemində, baxın, 3-ü bu şəkildə yazdım. 1, 1, 1. Buradakı 1, baxın, mövqesizdir. Yəni, hər tərəfdə bu 1, 1 olaraq olacaqdır. Bəs biz bu mövqesiz say sistemini istifadə etmişikmi? Etmişik. Dünyada ilk istifadə etdiyimiz say sistemi mövqesiz say sistemi olub. Dünyanın hər tərəfində bu rəqəmləri istifadə etmişik. Ondan sonra ilk dəfə Hindlilər tərəfindən mövqeli say sistemi görülübdür. Mövqeli say sistemi oradan ərəblərə keçib, oradan Avropaya keçib, Avropadan da biz tərəfi 1500-cü illərdə Səfəvi dövlətinə mövqeli say sistemi olaraq, yəni onluq say sistemi olaraq keçmişdir. Kompüterlərdə baxın, bu şəkildə ikili say sistemi istifadə olunur. Köhnə Babillərdə 60-lı say sistemi var idi. Onlarda, misal üçün, 60-a qədər, 59-a qədər bir rəqəm var idi. Misal üçün, onu hər hansısa bir hərflə və simvolla göstərilirdi. Rəqəmlərimiz bu qədərdir. Baxdığınız üçün təşəkkürlər.